Qurbanov təbrik edirəm. Oyunçularımızı təbrik edirəm. İradə göstərdilər. O formadan, o addan qorxmadılar. Yəni əslində belə də olmalıdır. Elə baxın, İslandiya o vaxt səhv eləmirəmsə İslandiya idi də. Gəldi az qala Avropa çempionatında, dünya çempionatında çempion olurdu az qala. Biri balıqçı idi, biri müəllim idi. Yəni iradə olan yerdə digər göstəricilər önəmli olmur. Yəni bizim ən bahalı futbolçumuz səhv eləmirəmsə 2,7 milyondur. Onların ən ucuz futbolçusu 7,2 milyon, ən ucuzdular. Yəni Chelsea-nin ümumi dəyəri hardasa milyarda yaxındır. Bizdə 24 milyon. Amma bu demək, bax biz hətta qalib gələrdik. Çünki 2-1 öndə idi, filan idi. Orada mən də düşünürəm, hətta biz xal itirdik əslində. Biz deyir, xal qazanmış, təbii ki, Chelsea-nin qarşısında. Amma biz dünənki oyuna baxanda biz xal itirdik. Son məqamda qaçırılan qol filan. Yəni bunu deyirsiniz, o birdən euforiya filana qapılarıq. Mən Qurbanov müsahibələrini filan izləyirəm. Yəni adam həm özü futboldan gəlib, deyir, stadion düz top dairəvi olduğunu bilən adamdır ki, yəni topunlara gedəcəyini bilməyəm. Ona görə çox ehtiyatlı danışır, sərgəli danışır. Ehtiyatlı, amma qorxaq danışmır. Biri var ki, ehtiyatlı danışırsan, qorxaq danışırsan. Məsəl üçün, Şahin Diniyevə deyiblər ki, bəs biz, məsəl üçün deyirəm də, Fransaya niyə 7-0 uduzdu? Deyir, Fransa olmaq istəyir, deyirsin. İndi belə olmaz. Yəni, təbii ki, stadiona çıxırsan... Deyir, general olmaq istəməyən əskər deyil. Təbii, yəni, sən udmaq üçün çıxmırsansa, çıxmır da. Yəni, nəyə çıxırsan ki? Və dünənki Qarabağın həm legioner oyunçularımız, həm yerli oyunçularımız doğrudan iradə göstərdilər və həqiqətən Chelsea-yə qarşı çox gözəl oyun nümayiş elətdirdilər və nəticədə biz xal itirdik. Yəni, amma bir daha təbrik elə. Mən əminəm ki, Qarabağ bax bu tempi davam elətdirsə, özünə İnam çox önəmlidir. Fatih Terim Qalatasarayı Avropa UEFA Kubokunun çempionu oyununun hesabını eləməmişdi. O oyun soyunma otağında onlara vətən, millət, Sakarya olar. Bizə Qalatasaray oyunlara çıxanda elə bilirdi ki, vətən uğrunda döyüşə çıxır, Çanaqqala savaşına. Bizdə də Qarabağda da biraz o məsələ var. Görürsən, adına görə Qarabağ, 44 günlük zəfər. Və mən bayaq dedim, bizim qədər də elə Türkiyə sevinir. Fikir versin onların şərhçilərinə, onun insanına. Biz zaten illərdir Türkiyəyə görə belə sevinmişik. Mənim xatirimdədir, 2003-cü il idi, 2003 idi, səhv eləmirəmsə, o Qalatasaray Avropa çempionu olan illərdə biz şəhərin mərkəzində yürüyüş edirdik. Qalatasaray bayraqlarına filan, hətta Azadlıq meydanına filan girmişdik o vaxtı. Yəni biz deyildik və dünən Qalatasaray da qalib gəldi. Onu da bir daha təbrik edik. Qalatasaray da təbrik edik. Ajax-a qalib gəldi. Və baxın, buradan başqa bir məsələ var. Deyə bilərlər, partiya sədri danışır da, futbol düzdür, indi futboldur filan, amma futbolun siyasəti var. Mən dünən baxdım sosial şəbəkələrdə, əsasən məsələn TikTok sosial şəbəkəsində, Twiz sosial şəbəkəsində Türk dövlətləri ki var, digər Türk dövlətləri, Qazaxıstan, Qırğızıstan, Özbək, onların blogerləri də Qarabağdan danışır və deyir ki, biz Türkük, Türk qardaşlarımız, bizim milli, elə bilin ki, belə dedim, etnik qardaşlarımız Türklər, Azərbaycan Türkləri, Türkiyə Türkləri, yəni bir mənada Orta Asiyanı da ayıldırır. Onlar Qarabağdan fəxr edirəm, deyilə bizim qardaşlarımız, biz qardaşıq. Yəni bu da önəmli. Biz də Qayrata həm də azarkeşliyə eləməliyik. Bu futbol həm də bizi bir araya gətirməlidir. Yəni Türk dövləti, necə ki bir-birimizi, məsəl üçün, indi inşallah Şuşa bəyannaməsi ümid edirəm ki, Türk Dövlətləri Təşkilatının NATO-nun 5-ci maddəsi kimi olar və adı da elə Şuşa bəyannaməsi olar. Necə ki, məsələn, Varşava paktı var idi və yaxud da NATO-da indi 5-ci maddəsi olsun, Şuşa paktı olsun və Türk Dövlətləri Təşkilatı hamısı imzalasın. Birimizə olan hücum digərimizədir və biz hamımız o prosesdə iştirak edirik. Yəni, bu da baxın, Qarabağ, bu ümumi dəyərlər, biz nə deyirik? Ümumi əlifbadan danışırıq, ümumi dildən danışırıq, vahid puldan danışırıq. Vahid puldan danışırıq, vahid bir tarix kitabından. Baxın, bu çox önəmli. Tarix və ədəbiyyat kitabları vahid olmalıdır, bir dənə olmalıdır. Biz orada Əmir Teymur yazılanda, mən belə deyək, bizim şagird Əmir Teymuru oxuyanda deməlidir, mənim sərkərdəm, Sultan qanununu oxuyanda deməlidir ki, mənim sərkərdəm, eyni ilə də Nadir Şahı, Şah İsmaili, digər Uzun Həsəni oxuyanda da digər həm Osmanlı türkləri, Türkiyə türkləri, həm Qazaxıstan, onlar da deməli bizim sultanlar, bizim imperiyalar. Yəni bu, bax bu idmandan, bu mədəniyyətdən, bu filmdən, bu seriallardan gedir. Müasir dünyanın gətirdiyi bəzi yeniliklər var. Məsəl üçün, Türkiyə
özünün bunu düz təməlini Amerikada yox, Almaniya qoyub 40-cı illərdə Goebbels filmlə, kino ilə, təbliğatı aparması dövrə. Sonra bu adəti, bu ənənəni Amerika götürdü. Hollywoodla Amerikanın böyüklüyünü, Amerikanın gücünü, Amerikanın ədalət carçısı olduğunu bütün dünyaya qəbul elətdirdi. İndi məsələn Türkiyə gözü serialların özünü təqdim edir. Baxın, serial, futbol, bu idman, yəni bu məsələlər Braziliyanın futbolundan başqa tanıyan var. Yəni Braziliyanın məsəl üçün oyunçularını çox adam tanıyır, prezidenti kimdir bilmir. Amma Braziliya tanınır ona görə və digər. Yəni bu bax biz idmanın, mədəniyyətin, filmin, incəsənətin həm də bu tərəfindən istifadə eləməliyik deyə düşünürəm. Bir daha təbrik edirəm. Uğurlar davamlı olsun, bol olsun. Özlərinə inansınlar. Biz də hər anda da arxalarındayıq. Bir də dünən bunu da deyim, keçir öz mövzularımıza. Dünən bir dostumuzla danışdım. Deyirəm Chelsea oynayacağıq. O da indi bizim dostumuzla pragmatiklik eləyəcək. Onsuz da uduzacaq. Dedim, bəs də sən zam. Bilirsiniz, pragmatik olmaq asandır, xəyalpərəst olmaq çətindir. Xəyalpərəst dövlətləri quran, böyük hədəflərə çatanlar xəyalpərəstlərdir. Kennedy 60-cı ildə durub dedi ki, biz aya qədəm qoyacağıq. O deyəndən 4 il sonra, 5 il sonra aya qədəm qoydular. Yəni o xəyal idi həmin anda. Hələ onda məsəl üçün Kennedy onu deyəndə Ruslar kosmik yarışda SSR öndə idi. Dedi aya qədəm qoyacağıq. Aya adam çıxardacağıq. Bax bu xəyaldır. Yəni bu xəyalı qoyursan ardınca gedirsən. Yəni yoxsa biz onsuz da uzacağıq deyib sahəyə çıxırsansa olmur. Yəni biz də mən dünyanın ən güclü klubuna qarşı oynayan ən zəif klubumuz belə çıxanda ürəyimin bir tərəfində biz qalib gələcəyik demişəm və o niyyətlə baxmışam. Kim olur olsa milli komandamıza, həm digər komandalara uğurları bol olsun, özlərinə güvənsinlər, bir daha təbrik edeyim.